Qarabazarda dəyəri 90 milyon ABŞ dollarından artıq olan heroin aşkar edilib. Dövlət Gömrük Komitəsinə verilən məlumata görə Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə küllü miqdarda narkotik vasitə heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycana tranzit keçməklə İrandan Estoniya kafel yapışdırıcı yükü aparan vaqon Astara Dəmir Yolu Gömrük postunda saxlanılıb. Yük əsasyanan Redke qurğusunda baxış keçilib. Bu zaman şübhəli cizgiləri müşahidə olunduqdan yükə kinoloji xidmət iti və vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlamada 3250 ədəd kisədən 44-ünə xüsusilə küllü miqdarda qablaşdırılmış təqribən çəkisi 456 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar olunub. Aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır. Faktla bağlı araşdırma aparılır.